Yeni Yasamalda 77 nömrəli avtobusun son dayanacağında kənar dairəvi yolun üstündə qanuni bir otaqdan 2 otağa düzəlmə bir mənzildəyik. Hal-hazırda gördüyünüz kimi mənzilin qonaq otağı hissəsindəyik. Döşəmə, otaqlarda döşəmə parketdir. Mənzildə gördüyünüz bütün əşyalar hamısı qiymətə daxil olacaq. Qiymət haqqında da sonda məlumat verəcəm sizlərə. Giriş qapısını görürsünüz. Giriş qapıdan daxil olduqda belə bir dəhliz hissə bizi qarşılayır. Sağ tərəfdə mənzilin sanitar qovşağı, qonaq otağı, eyvan və mətbəx hissə orada yerləşir. Burada isə mənzilin yataq otağı hissəsi yerləşir. Gördüyünüz kimi burada qonaq otağı yerləşir. Kifayət qədər geniş qonaq otağımız var. İşıqlı gün düşən bir mənzildir. Buradan daxil oluruq mənzilin mətbəx hissəsinə. Mətbəx mebelimiz də quraşdırılmış şəkildədir. Əlavə olaraq mətbəxdən eyvana keçid də mümkündür. Gördüyünüz kimi eyvan hissədə cam balkonla bağlanılıb. Kifayət qədər geniş eyvanımız da mövcuddur. İstilik sistemi kombidir. Batareyalar da otaqlarda yerləşdirilmiş şəkildədir. Burada da gördüyünüz bütün avadanlıqlar, elektrik avadanlıqları hamısı qiymətə daxil olacaq, qalacaq mənzildə. Burada sanitar qovşağı yerləşir. Burada lazım olan bütün hamam tualet aksesuarları ilə təmin olunub. Və son olaraqsa burada mənzilin yataq otağı yerləşir. Bu otaq bir otaq olub, iki hissəyə ayıraraq mətbəx və yataq otağı yaradılıb. Gördüyünüz kimi, yəni normal ölçüdədir, rahatlıqla hərəkət etmək mümkündür. Üzbəyüzdə də belə bir 4 qapılı dolab yerləşdirilib. Mənzilin qiyməti 136.000 manat. Start qiymətdir, real alıcıya endirim olunacaqdır. Sənədlər tam qaydasındadır, kupça çıxarış mövcuddur, əldədir. Mənzilin açarları bizdədir, günün istənilən vaxtı baxış keçirtmək mümkündür. Sağ olun, növbəti çəkilişlərdə görüşənədək.